şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Milli Azın məlumatına görə, rəngarəng verilişində qonaq olan sənətçi təşkil etdiyi xına gecələrinin maliyyə tərəflərindən danışıb. O, indiyədək 55 min manatlıq xına mərasimi təşkil etdiyini etiraf edib və bu məbləğin şəxsi qazancı olmadığını bildirib. Nazilənin sözlərinə görə, sözgedən məbləğin böyük hissəsi mərasimin təşkilinə xərclənir. Bu pullar mənə aid deyil, mənim qazancım cəmi 3500 manat olur. Çəkiliş heyətinə 4000 manat verilir, ansambl 3200 manat alır. İki xalq artistinin qonorları ümumilikdə 20 min manat təşkil edir. Rəqqasələrə hərəsinə 100 manat ödənilir. Dekor xərcləri isə 2000-dən başlayaraq 22 min manata qədər yüksəlir. Bundan başqa, oriental DJ, davul zurna dəstəsi dəvət olunur və onların da hər birinə ayrıca ödəniş edilir. Səfərli əlavə edib ki, ümumi hərclər bəzən çox yüksək məbləğə çatır və bütün bu rəqəmlərə baxmayaraq, yekun məbləğin adı onunla hallanır. Ümumi xərc təxminən 55 min manat kimi göstərilir, amma bu məbləğin mənə heç bir aidiyyəti yoxdur. Sadəcə məbləğin adı mənimlə çıxır.